Salam, hər vaxtınız xeyir. Bu gün sizinlə faiz, nisbət və tənasüb mövzusundan qəbullara düşən suallara baxacağıq. Gəlin başlayaq. Birinci sualda deyir 20 qram 30 faizli spirt məhlulu ilə 30 qram 20 faizli spirt məhlulunu qarışdırdıqda alınan qarışıqdakı spirtin faizini tapın. Birinci, bu ümumi məhlulları qarışdıranda, yəni ümumi məhlulu tapsam, 20 ilə 30-u qarışdırsam, bu məhlul nə qədər olacaq? 50 qram və faizini taparam. Deməli 20 qram 30 faizdir. Deməli bu nə qədər oldu? 50 qram toplam 20 qram 30 faizdir. 20-nin 30 faizini taparam. Eləyər 6 qram. Deməli burada 6 qram spirt var. Gəlirik bura. 30 qramın 20 faizini tapaq. 30 vur 20 böl 100. Bu da eləyər 6. Demək bunda da 6 qram spirt var. Spirtləri toplasaq, iki məhlulu qarışdıranda bunların spirtləri də cəmrələnəcək axı. 6 qram 6 qram. Ümumi neçə qram olacaq? 12 qram. Ümumi məhlulum 50 qramdır. 50-nin də 12 qramı spirtdir. Faizini tapmaq üçün 12-ni bölərəm ümumiyə, vuraram 100-ə. Bundan bu ixtisar gedər 2 qalar. 12-ni 2-yə elədi 24%. Y variantı. İkinci sual. Dairəvi diaqramda maşın burada səhv düşüb. Dillərində. Deməli, dairəvi diaqramda maşın dillərində 2017-ci ildə satılmış maşınların faiz və miqdarı verilmişdi. Dillərdə satılan sedan tipli maşınların sayı digər satılan maşınların sayından 40 ədəd çox olarsa, isə truck tipli maşın var. Sedan 52%-dir. Digər maşınlar isə 48% qalır da. Deyir ki, sedan, gəlin birinci görə neçə faiz çoxdur? Biri 52%-dir. 52%-dən çıxaq 48%. Digərləri 48%-dir. Qaldı 4%. Bunların arasında fərq 4%-dir. Demək 4% fərq ədəd olaraq neçədir? 40. 4%-ə 40-dırsa 100%-ə yazaram x, çarpaz edib taparam. 4x bərabərdir 4000, x də bərabərdir 1000. Deməli 1000 ədəd maşın var imiş. Neçə truck tipli maşın var? Truck 12%-dir. 1000-in də 12%-ni taparam. Bura 12 böl 100. Buradan 2 sıfır gedər, onu da 12-yə vursaq eləyər 120. B variantı. Baxaq 3-cü sual. Sxemdə buğdadan müəyyən itki ilə undan müəyyən artım ilə çörək alınması prosesi verilmişdir. Verilənlərdən istifadə edərək nə qədər çörək alındığını tapın. Yəni bunu tapaq. 300-dən 20% itki. 300-ün 20%-ni tapaq. Elədi 60 kilo. 60 kilo itkiyə getdi. Çıxdım 60-ı, qaldı 240. 240-da isə 30% artım. 240-ın 30%-ni tapaq. Buradan sıfırları silsəm, eləyər 72. Deməli, birinci 20% itki oldu, sonra isə 72 kilo, 30% artım oldu. Amma 240-ın 30%. 72 kilo artım oldu. 240-ın üzərinə də 72 gəlsə eləyər 312. Deməli, 312 kilo çörək alındı. Cavab D variantı. Getdik 4-cü suala. 4-cü sual bu sualın şəkilsiz versiyasıdır. Birinci qabda duzluluğu 20% olan 30 litr. Bunu mən cədvəllə yazmağı, şəkilsiz olanda cədvəllə yazmağı xoşlayıram. Baxın, demək nəyimiz var? Məhlul. Məhlulumuz var. Birinci məhlul nə qədərdir? Birinci qabda 20%-dir. 20%-dir. 30 litr. İkinci qabda isə 30%-dir. 20 litr. İndi bizdə nə istəyir? Bu məhlulları bir qaba töküb qarışdıranda, yəni bir üstəyə ilkini istəyir. Gəlin tapaq. Buradan birinci duzlara baxaq. Duzların litrini tapaq. 30-un 20%-i, 30 vur 20 böl 100, sıfırlar getdi, elədi 6 litr. 30-un İndi 20-nin 30%-ni tapaq. 20 vur 30 böl 100, sıfırlar getdi, elədi 6 litr. Bunları baxıram ki, 30 litrdən 20 litr. Məhlulların cəmi nə qədər olar? 50 litr. Məhlulda olan duzların cəmi nə qədər olar? 12 litr. Bu neçə faizdir? Necə taparam? 12 litri bölərəm 50 litrə, vuraram 100-ə. 100 ilə 50 ixtisar gedər, 2 qalar. 12-ni 2-yə elədi 24%. Cavab C variantı. Baxaq növbəti sualımıza. Görək 5-də bizə nə deyir? Tənasübün kənar hədlərinin cəmi 13, orta hədlərinin hasili 7 olarsa, bu tənasübün kənar hədlərin kvadratları cəmini tapın. Deməli, tənasübümüz var. A böl B bərabərdir C böl D-yə.
Kənar hədlərinin cəmi, yəni A ilə D-nin cəmi, tənasübün kənar hədlərinin cəmi 13-dür. Orta hədlərin hasili 7. B vur C. B vur C nəyə bərabərdir? Orta hədlərin hasili bərabərdir kənar hədlərin hasilinə. Bunu da özü verib 7. Kənar hədlərin kvadratları cəmini tapın. Yəni A kvadratı üstəgəl D kvadratını tapaq. Bunu da müxtəsərlə açsaq, A üstəgəl D-nin kvadratı çıxılsın 2AD bərabərdir. A üstəgəl D 13, 13-ün kvadratı çıx 2, A vur D neçədir? 7. Bu da bərabərdir 169 çıx 14, yəni 155. 155 C variantı. 5-dən sonra baxaq 6-cı sualımıza. Malın qiymətini 20% azaltdıqdan sonra yeni qiyməti daha 15% azaldılır. Malın ilkin qiyməti neçə faiz azaldı? Mala bir 100 manat deyək, 100 dollar deyək, yəni 100 vahid deyək. 100 manat. Deyir, ilkin olaraq 20% azaldı. 20%-ni tapaq. 100-ün 20%-i elə 20 manat eləyir, qaldı 80 manat. Sonra isə daha 15% azaltdılar. Daha 15% azaldıblarsa 80-in 15%-ni tapıram. Deməli, 80 ilə 100-ü 20-yə aparanda burada 5 qalır, burada 4. 15-i də 5-ə böləndə 3 eləyir. 4 vur 3, 12. Deməli, daha 12 manatda endirim olub. 80-dən də 12 çıxanda 68 manat. Deyir ki, malın ilkin qiyməti neçə faiz azaldı? Əvvəl 100 manat indi düşüb 68 manata. Neçə manat azalıb? 12 manat. Elə 12 manat, bağışlayın 12 manat nə idi? 32 manat. 100-dən 68-ə nə qədər azalıb? 32 manat. Deyir, neçə faiz azalıb? 32 manat. 100 manatın neçə faizidir? 32 faizi. Cavab E variantı. 7-ci sualda 94 ədədinin 3, 7, 12 ədədləri ilə tərs mütənasib hissələrə bölünmüşdür. Bu ədədləri tapın. Tərs deyirsə tərsini yazaq. 3, 7, 12. 3-də 1K, 7-də 1K, 12-də 1K. Bunların deyir ki, hissələrə bölünmüşdür. Bunların cəmi neçədir? 94. Ortaq məxrəc 3-ə, 7-yə, 12-yə, 7 ilə 12-yə eləyir 84. 3-ü vuracam neçəyə? 84-ə çatmaq üçün 3-ü vuracam 28-ə, 7-ni vuracam 12-yə, 12-ni vuracam, bu hissəni vuracam 7-yə. 28K üstəgəl 12K üstəgəl 12K'dır, 12K üstəgəl 7K bərabərdir 94. Toplayanda eləyir 47K böl 84 bərabərdir 94-ə. Məxrəcdən bir atıb çarpaz eləyəndə 47K bərabərdir 94 vur 84-ə. K bərabərdir 94 vur 84 böl 47. 94-ü 47-yə 2 dəfə. K bərabərdir 2-ni 84-ə 168. Bu ədədləri tapın, getdik. Deməli, ədədlərim nə idi? 1 3-də 1K idi. Yəni, 3-də 1 vur 168. 168 3-ə böləndə eləyər 56. 7-də 1K. 7-də 1K da eləyər 7-də 1 vur 168. Bu da 168-i 7-yə böləndə 24 dəfə düşər. 56, 24. O birisi də yəqin ki 14-dür. 12-də 1K. 12-də 1-i vursam 168-ə eləyər neçə? 14. Cavab D variantı. Baxaq 8-ci suala. A-nın qiymətini tapın. Gəlin tapaq. Deməli, bir tənasübümüz var. B haqqında məlumat var. Burada da belə bir ifadəmiz var. C-ni də verib 4D böl 5. A-nı tapın. Getdik. Birinci bu hissəyə baxaram. B bərabərdir 3C böl 4. C isə bərabərdir 4D böl 5. Sonra bunların cəminə baxaram. Əslində bu ədədləri tapıb yerinə qoyarıq. Məxrəcdən bir atıb çarpaz etsək 3C bərabərdir 4B-yə. Məxrəcdən bir atıb çarpaz etsək 5C bərabərdir 4D-yə. Bu tipli suallarda yəni 2 dənə bərabərlik var. Belə bərabərlikdə biz K ilə yazırdıq. Ən rahatı nədir? Bir tərəflə işləmək. Bir tərəfi götürüb, sonra o birisi tərəfdə yerinə qoyurduq. Məsələn, C4, D-yə 5K desəm, C-yə 4K, D-yə 5K desəm, nə olacaq? C4K, D5K aparıb C-nin yerinə artıq 4K-nı qoymalıyam. Çünki C-ni bir dəfə tapmışam, ikinci dəfə taparam mı? Xeyr. 3 vur 4K
bərabərdir 4 vur B-yə. Onda 4-lər gedər, B-də qalar 3K. B-ni nə tapdıq? B-ni də tapdıq 3K. Deməli, C 4K, D 5K, B isə nə oldu? 3K. C-nin, B-nin, D-nin cəmi, yəni 3K üstəgəl C 4K üstəgəl D 5K bərabərdir 60. 3, 4, 5 toplayanda 12K bərabərdir 60. K bərabərdir 60-ı 12-yə 5. K 5-dirsə, getdik. B 3K-dır. 3 dənə 5, 15. C 4K-dır. 4 dənə 5, 20. D isə 5K-dır. 5 dənə 5, 25. Bizə də belə bir tənasüb verib. A böl B bərabər C böl D. Yapışdıq hər şey yerinə. A böl B 15-dir. C 20-dir. Bu da 25-dir. Bunları ixtisar aparanda 5-də 4 qalır. Çarpaz eləsək 5A bərabərdir 4-ü 15-ə 60. A da bərabərdir 12. A-nı tapın. Tapdıq. Cavab 12. 8-dən sonra baxaq. Növbəti 9-cu sualımıza. 45 oğlan, 13 qız şagirdin olduğu düşərgəyə eyni sayda oğlan və qız gəldi. Bundan sonra oğlanların sayı qızların sayından 200% çox olarsa, düşərgəyə sonradan gələn oğlan şagirdlərinin ümumi sayını tapın. Getdik. Deməli, oğlan, burada yazım qız. Bu sualın eyni köhnə illərdə də bir dəfə düşüb. Burada nə edirik? 45 dənə oğlanımız var, 13 dənə də qız var. Deyir ki, bundan sonra düşərgəyə eyni sayda oğlan və qız gəldi. Eyni saydadırsa plus x yazıram. Bundan sonra oğlanların sayı qızların sayından 200% çox olar. Əgər oğlanların sayı qızların sayından 200% çoxdursa, bu 200% çox 3 dəfə çox deməkdir. Məsələn, tutaq ki, bu 100-dür. 100-ü 200%, yəni 100-ün 200% neçədir? 100-ün 200% 200. Toplayanda bizə nə verəcək? 300. Baxın, əvvəl ədəd 100 idi, sonra oldu 300. 200% çox deməkdir ki, bu 3 dəfə artır. Buradan da görürəm ki, düşərgəyə sonradan gələn oğlan şagirdlərin ümumi sayı. Oğlanlar qızlardan 200%, yəni 3 dəfə çoxdur. Buradan da x-i taparam. 45 üstəyəl x bərabərdir 39 üstəyəl 3x. Hop, bu tərəfə 45 çıx 39 bərabərdir 3x çıx x. Hop, 2x də bərabər 6x də bərabər 3. Deməli, sonradan düşərgəyə 3 nəfər qız, 3 nəfər də oğlan gəlib. Ümumi sayın. Sonradan gələn oğlan şagirdlərin ümumi. Düşərgəyə sonradan gələn şagirdlərin ümumi sayı olmalı idi. Burada oğlan artıq düşüb. Sonradan düşərgəyə gələn şagirdlərin ümumi sayını tapın. Həm 2 dənə 3 var axı əlimizdə. Bu 3-lərin cəmini istəyir bizdən. Cavab 6. C variantı. 9-dan sonra 10-cu suala baxaq. Maraqlı və uzun sualdır. N 0-dan böyük olduqda uyğunluğu müəyyən edin. Baxaq. Deməli, bu ifadədə m-i 2 dəfə artırsaq. M-i 2 dəfə artırsam nə baş verəcək? Bunu da açıq saxlayayım. M-i 2 dəfə artırsam kvadratikdə axı burada kvadrat var. M-i 2 dəfə artıranda m-in kvadratı nə olacaq? 4m kvadratı, yəni ifadə 4 dəfə artacaq. Biz demişik ki, nəyi dəyişirəmsə ona baxıram. Qalan heç nə mənim maraqlı deyil. 4 dəfə artırdım, 2m kvadratı yüksəldəndə oldu 4m kvadratı, yəni 2 dəfə artıranda 4 dəfə artdı. Bir də ifadənin qiyməti 4 dəfə artar. Birə yeni rahat görürəm. İndi bir də bayaq danışdıq axı, 4 dəfə artmaq nə deməkdir? 300% artanda 4 dəfə artmış olur. Yəni bir tutaq ki, 50-ni götürək, 50-nin 300%-i. 50-nin 300%-ni tapsaq, böl 100 eləyər 150. Bunu 300% artıranda eləyir 200. 50-dən qalxır 200-ə 4 dəfə artmış olur. Birə nə uyğun gəldi? Birə y ilə b. B ilə y yazaq, düzgün olsun. Birə b, y. Bunlar getdi. 2-də k-nı 3 dəfə azaltsaq, k-nı 3 dəfə azaltsaq, k məxrəcdədir. Bunları tullayıram, maraqlı deyil. K-nı 3 dəfə azaltsam, nə olar? 1 böl k böl 3-ün kvadratı. Bu da 1 böl k kvadratı böl 9. Bu 9 da qalxar yuxarı, olar 9k kvadratı. 9 dəfə nə olar? Artar. Məxrəcdəkini azaltsam, ifadə həmin qədər nə olar? Artar. Məxrəci 3 dəfə azaltdımsa, ifadə kvadrat var deyə 9 dəfə artdı.
2-yə D, onsuz 9 dəfə azalar deyə bir variant yoxdur ki, bizi çaşdırsınlar. D-də getdi. İfadəni burada n-i 50% artırsaq, burada bunları tullayıram. N-i 50% artırsam nə olar? 50% artırsam ifadə 1.5 dəfə artar. Buna da C uyğun gəlir. Niyə? Tutaq ki, n-i götürək 10, düzdürmü? N-i 50% artırsam, onun 50% və yaxud 100. 100-ün 50% daha rahatdır. 100-ün üzərinə gəlirəm, onun 50%, 50-ni eləyər 150. Düzdür? Buradan 100-dən 150-yə neçə dəfə artıb? Dəfə artımı hesablamaq üçün böldüm, elədi 1.5 dəfə. Qalanlar dəyişmir, axı qalanlar mənim maraqlı deyil. Cavab 1.5 dəfə artar. C, B, Y, D və C. 11-də traktorçulardan biri sahənin 30%-ni, digəri isə qalan sahənin 40%-ni şumladı, sahənin neçə faizi şumlanmamış qaldı. Getdik, sahə nə qədər idi? Bilmirəm. Getdik, yazıq bir 100 hektar. 100 hektar sahəmiz olsun, 100 hektar. Əvvəlcə 30%-in. 30%-in gəlin şumlayaq. 100-ün 30%-i rahat ədəddir. Elə 100-ün 30% oldu 30. 100-dən 30-un çıxdım, qaldı 70 hektar. Sonra qalan sahənin 40%-ni, digəri də gəlib, qalan sahənin 40%-ni şumladı. Yəni 40%-ni hesablayaq, amma 70-in 40%-ni hesablamalıyıq. Bölgü sıfırlar getdi, oldu 28 hektar. 70-dən də 28 hektarı çıxsam, 70 çıx 28, 50, 42 hektar. Deyir, neçə hektar yer şumlanmamış qaldı? Yəni, yerin neçə faizi şumlanmamış qaldı? Baxın, 42 hektarı qalıb. Bu 42, 100-ün neçə faizidir? Elə 42 faizi. Cavab 42. 11-dən sonra baxaq 12-yə. Eyni məhsuldarlıqla işləyən 30 traktor müəyyən sahəni 13 günə şumlaya bilir. Traktorların sayını 30% artırsaq, həmin sahə neçə günə şumlana bilər? 30% artıraq. Deməli, traktorun sayı neçə idi? 30. Gəlin, bunun sayını 30% artıraq. Nə olar? Deməli, əvvəlcə 100% idi. 30% artırdım, oldu 130%. Deməli, 100%-im 30 traktorum 100%-dir. 130%-imə isə x deyərəm. Biz də bilirik, burada nə inirdik? Çarpaz. X vur 100 bərabərdir 130 vur 30. X də bərabərdir 130 vur 30 böl 100. Sıfırlar gedər, oldu 39. Ya da elə birbaşa 30-un 30%-ni tapardım. 9, 30-un üzərinə gələrdim, elgərdə 39. Traktorumun əvvəl sayı 30 idi. 30 traktor işi 13 günə. Bəzi 39 traktor işi neçə günə gələr? Yazıram x. Faiz düz mütənasibdir. Burada işdə isə nə olar? Tərs. Traktorun sayı artsa, günü isə nə olar? Azalır. Ona görə tərs mütənasibdir deyə qarşı-qarşıya vuracam. 39 vur x bərabərdir 13 vur 30-a. X də bərabərdir 13 vur 30 böl 39. İxtisar gedər. Burada 3 qalar. 30-u da 3-ə böləndə eləyər 10. Deməli, həmin sahəni bu qədər 39 traktor 10 günə şumlayar. Keçək 12-dən sonra. 13-cü suala 45 oğlan. Baxın bu sual deyirdim, 2 dəfə düşüb. 9, həm 21-də, həm 22-də. Belə şey tez-tez baş verir. Məsələn, növbəti ildə keçən ilin sualları tez-tez istifadə olunur. Demək olar ki, hər il, 2020-dən bu tərəfə hər il belə bir nümunə var. Baxırıq 13-cü sualda. Amma cüzi fərqlərlə. 13-də 45 oğlan, biraz aşağıdan yazım. 13-də var oğlan sayı 45. Qız sayı isə 15. Düşərgədə bərabər sayda neçə oğlan və qız getsə, düşərgədə oğlanların sayı qızların sayından 600% çox olar. Bunlardan x qədər oğlan və qız getdi. 600% çox olar o deməkdir ki, oğlanların sayı qızlardan 7 dəfə çox olsun. 45 çıx x bərabərdir qızlardan 7 dəfə çox. 45 çıx x bərabərdir 7-ni 15-ə vuranda eləyər 105 çıx 7x. 7x atıram sol tərəfə, mənfi x üstəyə 7x bərabərdir 105 çıx 45. 6x bərabərdir 60, x bərabərdir 10. Düşərgədən bərabər sayda neçə oğlan və qız getsə. Yəni burada
ümumi şagirdlərin sayını yox, bir neçə oğlan və qız getsə, düşərgədə oğlanların sayı qızların sayından 600% çox olar. Cavab oldu 10 C variantı. Baxaq 14-cü suala. 14-də deyir səyyah 15 km getdikdən sonra yolun 25% gedilməmiş qaldı. Bütün yolun uzunluğunu tapın. Deməli 25%-in gedilməmiş qalıb. Yəni 15 km getdikdən sonra əgər 25% gedilməmiş qalıbsa, deməli bu nə qədər gedib? 75%. Bunun getdiyi 75% 15 km-dirsə, 100%-ə x. Bunu da çarpaz eləsək, 75x bərabərdir 15 vur 100. X də bərabərdir 15 vur 100 böl 75. 15 ilə 75 apararam 5. 100-ü də 5-ə bölsək eləyər 20. Cavab A variantı. Baxaq 15-ci sual. Artıq 3-cü, 16 ilə 4-cü bu sualdan olacaq ki, işləyirik. Malın qiymətini əvvəlcə 40%, sonra isə alınan qiyməti 50% ucuzlaşdırdılar. Daha sonra yeni qiyməti 25% bahalaşdırdılar. Malın ilkin qiyməti neçə faiz ucuzlaşdı? Mala ilkin 100 manat deyək. Gəlin getdik. 100 manata bir malımız var. 100 manat. Bunu əvvəlcə 40%. Əvvəlcə 40% azaldıq. 100-ün 40%-i nə qədərdir? Elə 40 manat. Qaldı 60 manat. Sonra isə bir dənə də 50% ucuzlaşdırdılar. 60-ı 50% ucuzlaşdırdılar. 60-ın 50%-ini birbaşa yazıram. 30 manat yarısı. Qaldı 30 manat. Sonra isə daha sonra yeni qiyməti 25% bahalaşdırdılar. Bunu 25% nə ediblər? Qaldırıblar. 30-un 25%-ini gəlin tapaq. 30 vur 25 böl 100. Bundan bu getdi. 4 qaldı. 30-u 4-ə böləndə eləyər ixtisar gedəndə 2, 15. 15-i də 2-yə 7,5. 7,5 manat da bahalaşıb. Onda olacaq neçə? 30, 37,5. Deyir, malın ilkin qiyməti neçə faiz ucuzlaşdı? Və buraya yazım 37,5. Əvvəlcə malın qiyməti 100 manat idi. Sonra 37,5-ə qədər düşüb. Gəlin 100-dən 37,5-i çıxaq. Nə qədər eləyər? 62,5. Deməli 62,5% ucuzlaşıbmış. 62,5 manat, o da 100-ün elə 62,5% eləyər. Cavab A variantı. 16. Bankda nə qədər pulumuz var? 100 manat. Əvvəlcə 40%-in, sonra isə 40%-in, qalanın 40%-ini götürdülər. 100 manatın 40%. 100-ün 40%-i elə 40 manat. Sonra nə qədər qalıb? 60. Sonra da 60-ın 40%-ini götürüblər. 60-ın 40%-i neçə eləyir? Sıfırlar gedər, 24 qalar. 60-dan da 24 manatı çıxsaq eləyər 36 manat. Hə, deyir, bankda əvvəlki məbləğin neçə faizi qalıb? 36 manat, yəni 100-ün 36 manatı, 36% qalıb. Cavab D variantı. Sinifdəki şagirdlərin 5-də 3 hissəsi oğlandır, qızların isə 40%-i əlaçıdır. Əlaçı olmayan qızlar bütün şagirdlərin neçə faizini təşkil edir? Deməli, sinifdəki şagirdlərin 5-də 3-ü oğlandır, 5-də 2-si qız. Qızların da 40%-i əlaçıdır. Bunu kəsirlə də işləyə bilərik, ədədlərdən də. Belə suallarda mən uşaqlara ədədlər məsləhət görürəm. Məsələn, ən rahat ədəd 100. Düzdür, 100 şagirdlik sinif olmur, amma 100 şagird götürdük. 5-də 3 hissəsi oğlandır. Bizdə nə istəyir? Qızlar, əlaçı olmayan qız. 5-də 3-ü oğlandırsa, onda 5-də 2 hissəsi qızdır. İxtisar gedər 22 vur 20, 40. 40 dənə qız var. Bu qızların 40%-i əlaçıdır. 40%-i əlaçıdır, amma qalan 60% isə əlaçı deyil. Bizdən elə əlaçı olmayan istəyir. 40-ın da 60%-ini taparam. Eləyər neçə? 24. Deməli, 100 dənə şagird içərisindən 24 dənə qız əlaçı deyil. İndi tapaq görək bu neçə faizdir? 24 100-ün neçə faizidir? Elə 24. Bu formada tapa bilərik. 18, 780 ədədini eləyək ədədini zəmi şəklində göstərin ki, bunlardan birinin 80%, digərinin 24%-nə bərabər olsun. Nə edərik? 2 ədəd, biri x, biri y, düzdürmü? Birinin 80%, x-in 80%-i bərabərdir digərinin 24%-nə. Yüzləri aparıram, qalar nə? 80x bərabərdir 24y. Hər tərəf nəyə bölünür?
Baxaq, 4-ə bölünür, 4-ə 8-ə. 8-i ixtisar aparsaq, qalar 10x bərabərdir 3y. X-ə 3, y-ə də 10k deyərəm. X bərabər 3k, y bərabərdir 10k. Bu ədədlərin cəmi neçədir? 3k üstəgəl 10k bərabərdir 780. 13k bərabərdir 780. 780-ni 13-ə bölsək, k da bərabərdir 60. K 60-dır. Bu ədədlərdən böyüyünü tapın, yəni bunu tapaq. 10 vur 60 eləyər 600. Keçək növbəti 19-cu suala. Təzə meyvə qurudulduqda öz kütləsinin 82%-ni itirir. Bu meyvədən nə qədər götürmək lazımdır ki, 27 kilo meyvə qurusu alınsın. 82%-ni itirir. Onda 18%-i bizə qalır. 18%. Bizə deyir 27 kilo meyvə qalsın. Yəni 18% bizə qalır axı. Bizdən 27 kilo meyvə istəyir. 18%, yəni 27 kilonun bizə qalması üçün biz nə qədər götürməliyik? 100%-i də deyərik x çarpaz eləsəm 18x bərabərdir 27 vur 100. X də bərabərdir 27 vur 100 böl 18. 27 ilə 18 gedər, burada 2 qalar, burada 3 qalar. 100 ilə də 2-ni apararam, eləyər 50. 3 vur 50, cavab 150. 150 kilo götürməliyik. D variantı. Keçək 20-ci suala. 500 kilo 15%li duz məhlulundan neçə kilo su buxarlandırmaq lazımdır ki, 25%li duz məhlulu alınsın? Belə məhlul sualları sadədir. 500-ün, baxın, 15%-ni tapaq. Neçə eləyir? İxtisar gedəndə 75. Deməli, 75 kilo duz var, düzdürmü? Neçə kilo su buxarlandırmaq lazımdır? Faizi necə tapırdıq? Yuxarıda duz, məxrəcdə ümumi. Vur 100. İndi bizdə deyir neçə kilo su buxarlandırmaq lazımdır. Suyu buxarlandırsam, duz dəyişməz, su azalar, sudan çıxaram. Neçə faizli olsun? 25%dir. İndi bunu hesablayaq. Deməli, buradan, bu vərəqə açsam, buradan hesablayayım. 75, 100-ü ataram sağ tərəfə, 75 böl 500 çıx x bərabərdir 25 böl 100-ə. İxtisar aparanda 4-də 1, 4-ü 75-ə vuraram. 4 vur 75 eləyər 300. Elə 300 bərabərdir 500 çıx x-ə. X atıram sola, 300 atıram sağa. 500 deməli, x də bərabərdir 500 çıx 300. Görürəm onsuz 500-dən nəyə çıxanda 300 verir? 200. Deməli, nə qədər buxarlandırmaq lazım imiş? 200 kilo. Bu qədər. Baxaq 21-ci suala. 21-də deyir 2 və 4 ədədləri ilə düz mütənasib olan 2 ədədin cəmi 18-dir. Bu ədədlərin hasilini tapın. 2x üstəgəl 4x bərabər 18. 6x 18, x bərabər 3. Deməli, 2x bərabər 2 vur 3, 6. 4x də bərabər 4 vur 3, 12. Bu ədədlərin hasili 6 vur 12, 72. Cavab Y variantı. 22-də məktəb olimpiyadasında 200 oğlan və 300 qız iştirak edir. Oğlanların bütün iştirakçıların neçə faizini təşkil edir? Ümumi 500-dür. Oğlanlar da 200-dür. Faiz tapmaq üçün də 100-ə vurduq. Hop, bunlar getdi. 200-ü də 5-ə böləndə 40%. Cavab A variantı. 23-cü sual. 23-cü sual təkrar sualdır. İndicə yazdıq. 19-la sadəcə ədəd fərqi var. Təzə meyvə qurudulduqda kütləsinin 80%-ni itirir. Onda 20%-i bizə qalır. Deyir ki, 32 kilo quru meyvə almaq lazımdır. Bizə qalan 20%-dir. Yəni, bu 32 kilo 20%-dir. 100%-ə isə deyərəm nə? X çarpaz eləyərəm. 20x bərabər 32 vur 100. X də bərabər 32 vur 100 böl 20. İxtisar aparanda 5 qalar, 32-ni də 5-ə 160. Cavab D variantı. Bu mövzunun suallarından da bu qədər. Hamıza imtahanlarınızda uğurlar. Sağ olun, salamat qalın. Videonu bəyənib kanala abunə olmağı unutmayın.